Hər vaxtınız xeyir olsun. Bugün 2026-cı ilin birinci şans imtahanına düşən suallara baxırıq. Birinci sualda deyir ki, elektron cədvəldən bir fraqment verilmişdir. Bu diaqramda, baxın bu diaqramda elektron cədvəlin hansı xanalarına aid olduğunu, yəni diapazonuna aid olduğunu soruşur. Burada da verilibdir AA 8, 9 və nəhayət, yox, çox üzr istəyirəm, bura 7 imiş. Burası da düşməyibdir. 7, 8, 9. Faizlərimiz də neçədir? 36, 40. Burada qalmış olur 24. Bir tapaq. AA 8 üstə gəlsin AA 9. AA 8 neçədir? 18. Üstə gəlsin AA 9 neçədir? 12. Bu 30 eləyir. 30-da 3-ə böldükdə olur 10. Baxıram ikinci sıraya. If. If veriləndə bax buradakı birinci şərt doğru olanda birincini götürürdük, false olanda ikincini götürürdük. AA 8, yəni 18 soruşur böyükdürmü AC 7-dən 10-dan. Bəli, true deyə götürürük birincisini, olur cavabımız 12. Keçirəm üçüncüsünə. Power AB çıxılsın A8. Power nə idi? Qüvvət idi. AB 8 neçədir? 20 çıxılsın AA 8 18. 20-dən 18 çıxdım 2. 2 üstü 3 eləyir neçə? 8. İndi gələk bir variantlara baxaq. Bu A olsun, bu B olsun. Deyir ki, AA 9, AC 9. AA 9, AC 9, baxın bu axırıncı hissədir. 12 üstə 8 gələndə 20, üstünə 6 gələndə 26. Ən azından 40%-ni tapa bilirik də. 26 misal üçün 12%-ni tapa bilərəm mən. Tapa bilməyəcəm. Burada qalacaq 13, burada qalacaq neçə? İxtisar aparsam 6. Ona görə A variantını tuturam. Gəlirəm B variantını yoxlamağa. AA 8-dən AC 8 arası. Baxın bu aralığı. Bu aralığın cəmi neçə eləyir? 18, 20, 38, 12 də burada 50. İndi bir tapıram. AA 8 neçədir? 50-də 18. Vurulsun, faizini tapıram deyək 100. Bundan bu gedir. Qalır 2. 2-nin 18-ə vuranda 36%. Həqiqətən də biri tutdu. İndi digərlərini yoxlayaq, bəlkə yoxlamadı, alınmadı. Bu yenə 50-də, misal üçün 20-ni tapaq. 50-də 20 vurulsun 100. Bu 5-də 2 deməkdir. Bilirik ki, 5-də 2 də neçə faizdir? Həqiqətən 40%-dir. Digərini heç yoxlamaya ehtiyac yoxdur. Alınacaq, amma biz yenə də yoxlayaq. 50-də neçə qaldı? 12 vurulsun 100. Yenə bunun yarısıdır. 2, o da eləyir 24%. Deməli, hansı aralıq oldu? A8-dən AC8 aralığında. Davam edirik digər suallarla. İkinci sualda deyir ki, uyğunluğu müəyyən edin. Birincisində iyerarxik menyu sistemi vasitəsilə mətn fayllarının axtarış sistemi. Əgər cümlə daxilində axtarış sözü var idisə, biz axtarmalıydıq gopher, olur C. Telekonferans sözü var idisə cümlə daxilində, biz axtarmalıydıq Usenet, olur elə A variantı. Üçüncüsündə nə deyir? Uzaq məsafədə, söhbətin daxilində, yəni cümlənin daxilində uzaq var idisə, götürməliydim. Ano, telnet. Telnet də düşür D variantına. 1C, 2A, 3 dadaş. 1C, 2A, 3 dadaş olur. Buradakı variant nədir? C variantı. Gəlin bunu dərs olaraq hardaydı? Ona da baxaq. Bir saniyə. Baxın, hər biri burada verilmişdir. Bu yox, internet xidmətləri olaraq soruşur deyə buradadır. Hər biri gördüyünüz kimi telnet uzaqda məsafədə, ondan sonra Usenet telekonferans və nəhayət Gopher-dakı iyerarxik nə yadımıza saxlayırdıq və yaxud da ki axtarış sözü ilə. Davam edirik. Gəlirik 3-cü suala, yəni 23-cü suala. Verilənlərin tipi deyil. Verilənlərin tipi A-dadır, calculated. Baxaq verilənlərin tiplərinə. Elə access biraz açıqdır burada. Short text, long text, number, large number, date time, currency var, maliyyəni bildirir. Maliyyə deməyək biz buna, daha doğru desək, pul vahidləri deyə bilərik. Sonra autonumber, yes, no, OLE, obyekt texnologiyası, hyperlink, əlavələrdən var, attachment, calculate, lookup, wizard. Amma burada accounting deyə bir şey yox idi. Accounting ano de. Accounting harda var idi? Excel-də var idi. Gəlirik 24-cü suala. Deyir, doğru müraciələri seçin. CMOS, RAM, cache yaddaş, video yaddaş daxili yaddaşlardır. Bəli, tamamilə doğrudur. 1.
Keçirəm ondan sonra 2-yə əməli yaddaş aktiv, yəni RAM aktiv proqramlar və verilənlər müvəqqəti yadda saxlayırdı. Bəli, tamamilə doğrudur. Gəlirəm ondan sonra üçüncüsünə. Səs kartı informasiya daşıyıcısı deyil. Niyə deyildi? Çünki biz ona sadəcə daxil elədiyimiz məlumatı bizə ötürürdü. Giriş-çıxış qurğusu olurdu. Streamer məlumatı maqnit lent üzərinə yazır. Bəli, tamamilə doğrudur. Elə cavabımız olur 1, 2, 4. Hətta qabağına yazım. 3, 4. Matris tipli printerdə istilik vasitəsilə yox, matris tipli printer iynə idi. İstilik vasitəsilə olan post terminalların yanında olan termiklər idi. Skanerin seyrək qabiliyyəti bir düymə düşən xətlərin sayı deyildi. Bu LPI idi. Gəldim. 25-ci suala. Header and footer əmri qısa konkret suala oxusaq deyir ki, harda yerləşir? Harda yerləşirdi? Insertün header footer, yəni düşə biləcək ən asan suallardan biridir. Bir dənə hətta Word açaq, daha yaxşı baxaq. Misal üçün girirəm bura insert-ə. Baxın burada header footer lent qrupu header footer əmri vasitəsilə lent tab olaraq da soruşsa insert-də idi. Olur C variantı. Səhv, hansı əməliyyatların köməyi ilə bütün sənəd seçilir Word-də? İndi bir bunun üçün yenə kənarda Word açaq. Yoxlayaq. İmtahandan bir gün qabaq toxunduğumuz sual tiplərindən biri də bu idi. Birinci deyir ki, sənədin sol boşluq kənarına mausun sol düyməsini 3 dəfə kliklərikdə. 1, 2, 3. Burada sol sözünü işlətmir, amma soldur. Bəli, bir doğrudur. Klaviaturada Ctrl-A. Oradan çıxış edirik. Ctrl-A gördüyünüz kimi, bəli, hər birini seçir. All sözündəndir. Sonra üçüncüsü sənədin daxilində ixtiyari yerdə mausun sol düyməsini 4 dəfə kliklərikdə elə bir şey yoxdur. Maksimum 3 dəfə var, o da abzda seçir. Hətta yoxlayaq. 1, 2, 3, 4-də heç nə olmur. Baxın, 4-də təkrar qayıdır öz yerinə. Cavablarla işləsə 3-ü çıxarıq. Ondan sonra davam edirik. Gəlirik F8 düyməsini 2 dəfə. F8 düyməsini biz bilirdik. Bir dəfə basanda heç nə olmurdu. 2 dəfə basanda söz seçilirdi, 3 dəfə basanda cümlə, 4 dəfə abzas və nəhayət 5 dəfə basanda bütün sənəd seçilmiş olurdu. Yəni, bu da yanlışdır. 4 də getdi, 4 də buradan variantlardan çıxsaydıq cavabı alınırdı, amma biz yerisinə də baxırıq. Ctrl-Shift-Home. Bəli, Home sadəcə gəlirdi sətrin əvvəlinə. Ctrl-la bir yerdə bassaydıq sənədin əvvəlinə, Shift-lə də bir yerdə basanda sənədin əvvəlinə qədər seçirdi və bu da sənədin sonunda da deyə sənədin sonundan əvvəlinə qədər avtomatik olaraq seçilmiş olacaq. Klaviaturadan Ctrl düyməsini basılı saxlamaqla daxilində ixtiyari yerdə xeyr. Bu sadəcə olaraq cümləni seçir. Baxın, gəldik üzərinə, Ctrl basılı saxlayıb solu basıq, cümlə seçildi. Altında çıxdıq buradan. Klaviaturadan F8 düyməsini 5 dəfə ardıcıl sıxmaqla, bəli, bayaq yoxladıq. 1, 2, 5, 7. File Explorer proqram pəncərəsində sağ sahəsindəki obyektlərə süzgəc tətbiq edilməsi üçün hansı görünüş rejimindən istifadə olunur? Burada cavabımız olacaq details, yəni detallı şəkildə hər bir şeyi bizə göstərəcək kimi də yadımıza saxlaya bilərik. Təhlükəsizlik divarı, firewalllar. Firewalllar nə idi? Bizim, belə deyək, hər hansısa bir təhdidlərdən qorumaq üçün idi. Hansı təhdidlər idi? Şəbəkədə olan təhdidlərdən idi və yaxud da ki, DDoS hücumları idi. Hər hansısa bir yerə, misal üçün siz bildiyimiz divar, yəni divar hörmək istəyirsinizsə, istifadə edirsiniz firewalllardan, yəni ora gələn hər hansısa bir təhlükənin qarşısını almış olursunuz. 29 bir gün qabaq vurğuladığımız hissədir yenə. Text, hansılar text, hətta bunu da Excel açaq, oradan daha rahat görək hər birini bir-bir. Açılsın. Düşürəm aşağıya. Bəli, buradadır. Gördüyünüz kimi. Bizdən soruşur text. Textə aiddir 3 dənə, len, left, right. Burada bir dənəsi var, o da right. Logical, məntiqi. Məntiqilər hansılardır? If, and, or, true, false. Burada hansılar var? Sadəcə if var. 2 olur Y. Üçüncüsünə də gəlsək,
Statistiklər hansılardır? Average, count, counta, countif, max, minimum. Burada da sadəcə səhv eləmirəmsə countif olmalıdır. A. Sum if-lə də power gedir olur hansı? Riyazi, yəni matematik, mathslə trigonometrik hissəsinə. Cavab 1C, 2-yə 3-ə. C variantı olmuş oldu. Davam edirik. D. İnternetdə host kompüterin domen adı verilənlər bazasının hansı modelinə uyğundur? Verilənlər bazasını bildiyimiz kimi 4 dənə modeli var idi. Relyasiya, şəbəkə, iyerarxik və nəhayət sonuncusu obyekt yönlü. Biz buradan avtomatik olaraq onsuz ki C variantını çıxacaqdıq. Burada olacaq hansı? İyerarxik, yəni ağacvari şəkildə internetdə bir domeni yerləşdirə bilirdik. Yəni qısa konkret adlarını da deyə bilərik. TCP protokolun əsas funksiyası TCP bizdə baza protokolu idi, əsas hissəsi idi. Axını paketlər şəklində, yəni paketlər şəklində də dediyimiz IP-lər vasitəsilə ötürməyi təmin eləyirdi. Davam edirəm ondan sonra 34-dən. Sistem proqram təminatına aid olanları müəyyən edin. Verilənlər bazasını idarə etmə sistemləri tətbiqi proqram paketləridir. Əməliyyat hördükləri, bəli, daxili əməliyyat sözü vardırsa götürürdük. Kompüterin iş qabiliyyətinin diaqnostikasını, bəli, 3, yəni bunlar servisin daxilindədirlər hətta. Avtomatlaşdırılmış layihələndirmə sistemləri, bunlar getdi tətbiqiyə. Ekspert sistemləri tətbiqi və nəhayət arxivləşdirmə proqramları. 2, 3, 6, 2, 3, 6 olur dadaş. Davam edirik. Gəlir alqoritm sualı, qəşəng suallardandır. Yəni bunu kəsib götürək buradan, daha rahat olsun bizim üçün. Nədir? D. Alqoritmin icrası nəticəsində n bərabərdir 8 qiyməti çap olunarsa, n-in ilkin qiymətini hesablayın. Bura nəticədə 8 alınıbdır. Nəticədə 8 alınıbsa biz başlayacağıq sondan gəlməyə. Buradan gətirək, n-ə 8 verək. N-in qiyməti nədən asılıdır? Hər dəfə ondan 8 çıxırıq da, elə deyil. İndi bir-bir başlayacaq buradan getməyə. Bircə saniyə. Deməli, bunu buradan çıxardırıq. N son qiyməti bizə veribdir 8. Amma A-nın ilk qiyməti var da bizdə 2. Sadəcə indi göstərəcəm haradadır problem. A yazacaq 2, N-ə yazacaq heç nə. Heç nə yox, 8 yazacaq, geriyə qayıdaq. 2 45-dən kiçikdirmi? Deyəcək, hə, n-dən 8 çıx. Amma mənim son qiymətim 8 deyə n-in üstünə 8 yazacağım. Olacaq neçə? 16. Bunun üstünə 3 gələndə olacaq 5. Çünki burada hər dəfə çıxıbdır. Çıxıb, gəlib 8 alıb. Mən də üstünə gələcəm ki, bu qiymətini ala bildim. İlk qiymətini yəni. Sonra bir də gəlirəm. 5 45-dən kiçikdirmi? Hə. Bu zaman üstünə yenə 8 gəlirəm. 24. Bunun üstünə 3 gəlirəm. 8. Sonra bir də təzədən 8 45-dən kiçikdir. Üstünə 8 gəlirəm. 32. Üstünə 3 gəlirəm. 11. Üstünə 8 gələcəm. 40. Üstünə 3 gələcəm. 14. 48 olacaq. Bu olacaq 17. Ondan sonra bu olacaq 56. Olacaq dedim. Yəni bir dəfə dövr edəcək də təkrar. 20. Sonra 20-dən sonra 56-ın üstünə 8 gələndə 64. 23. 64-ün üstünə bir də 8 gəlməliyəm mən. 72. Bu olacaq 26. Sonra 72-nin üstünə yenə 8 gələndə 80. Bu sol tərəf A-dır, sağ tərəf N-dir. Bu olacaq 29. Sonra 88 olacaq. 32 olacaq. 88-dən sonra 96 olacaq. 35 olacaq. 96-dan sonra gələcək 104. Bu olacaq 38. Hələ də 38 45-dən kiçikdir. 112 olacaq. 41 olacaq. 120 olacaq. 44 olacaq. Gəlim yoxlayıram. 44 45-dən kiçikdirmi? Hə. Bir də üstünə 8 gəlirəm. 128. Bunda üstünə 3 gələndə eləyəcək 47. Artıq bundan sonraki şərtim ödəməyib deyə gəlib yox qolunu alıb da 8. Bu aşağıdan yuxarı gəlibdir. Bu da yuxarıdan aşağı gəlibdir. Deməli, mənim cavabım elədir neçə? 128, yəni Y variantı. Alqoritmin xassələrinə aiddir. Alqoritmin 4 dənə xassəsi var da, müəyyənlik,
diskretlik, kütləvilik və nəhayət sonluq olur B variantı. Digərlərini sorursaydı, onlar informasiya xəstələrdir. Doğru fayl adlarını müəyyən edin. Fayl adlarında istifadə olunmurdu hansı? Çukur dediyimiz böyük kiçik işarəsi ortasına qoşan nöqtə, üç bacı dediyimiz 3 dənə slash işarəsi, sual, ulduz, dırnaqlar. İndi baxaq. Burada bir-bir yoxlamalıyıq. Birincisində bizim istifadə edə bilmədiyimiz heç nə yoxdur. 1. İkincisində çukurun işarələri var. Üçüncüsündə ulduz işarəsi var. 4-də heç bir şey yoxdur. 5-də heç bir şey yoxdur gördüyünüz kimi. Bunlara aid. 6-da slash var. Və nəhayət sonuncusu 7-cisində də bizə istifadə edəmədiyimiz heç nə yoxdur. Çünki bunlar nöqtəli vergüldürlər. Biraz da yaxınlaşdırsaq görərik. Bunlar nöqtəli vergüldür. 1, 4, 5, 7. 1, 4, 5, 7-nin də variantını axtaraq. 1, 4, 5, 7 olur C. Ribbon interfeys təqdimatı hansı görünüş rejimində əks olunmur? Söhbət hardan gedir? PowerPoint-dan gedir. Ribbon nə idi ümumiyyətcə? Əlavə olanlar, yəni ümumiyyətcə lent tablarıdır. Bir dənə PowerPoint-da açaq kakraz. Baxaq. PowerPoint misal üçün açsın bunu. Görürəm ki, lentlər var da hamısı. Mən bunu gətirsəm Reading View, yəni oxu moduna, gördüyünüz kimi heç birindən artıq istifadə eləyə bilməyəcəm. Cavab olur Reading View Dadaş. 37, 37-də məcburam ki, üçünü də bir-bir çevirim 16-lıq say sisteminə, çünki məndən 16-lıqda istəyirlər. 16-lıq say sisteminə çevirəni necə eləyirdim? Dümdüz bölürdüm. Bölürdüm 16-ya. 195-in içində 16 neçə dəfə düşür məsələn. 19-un içində 1 dəfədir, 35-in də içində 2 dəfədir. Biz promoy bölməliydik də. Bu da eləyir neçə? 195, 16-ya vuranda, hətta burada hesablayaq da, öz bizdə nə gedir ki? 16 vurulsun 12. 192 eləyir, 192-dən çıxanda 3 qalır. Cavab eləyəcək 12, 3. Amma 12-nin qiyməti 16-lıq say sistemində neçəyə bərabər idi? C. C, 3. 1 olur A. Hətta bunu silim daha çox yer tutmasın. Bizdə onsuz video izahda bir də baxa bilərsiniz. Gəlirəm ikincisini yoxlayıram. 375 bölünsün 16. 37-nin içində 16 düşəcək 2 dəfə. 55-in də içində düşəcək 3 dəfə. Sonra gələk ona bir də 16-nı vuraq 23-ə, 368 edir. 375-dən də 368 çıxanda qalığımız qalacaq neçə? 7. Amma 23 16-ya yenə bölünür. Yenə bölünürsə yenə böləcəm. Bir dəfə düşür, qalıq da qalır neçə? Yenə 7. 1, 7, 7. İkincisi oldu Bakı. Üçüncüsünü də tapaq. Bunu buradan sildik. Üçüncüsünə nə deyir? 442. 442-ni də bölürük 16-ya. 44-ün içində 16 2 dəfə, 12, 122-nin də içində 7 dəfə. İndi 442-dən çıxaq 16 vurulsun 27-ni. 16 vurulsun 27. 432 çıxanda qalır burada neçə? 10, amma 10 deməyəcəyik biz buna A deyəcəyik. 27 yenə 16-ya bölünür deyə bölürəm bir dəfə. Burada da düşür 11, amma 11 neçəyə bərabərdir? B-yə. 1B-A. 1B-A da olur Y variantı. Cavab da oldu Y-B-A. Y-B-A. Çox üzrəm A-B-yə yuxarıdan gəldik. Bakı. Kitab.doc faylı C informatika nəzəriyyə qovluğunda yerləşir. İnformatika qovluğunda praktika qovluğu yaradılır və həmin fayl yeni yaradılmış alt qovluğa daşınır. Yəni artıq nəzəriyyədən çıxır, hara gedir? İnformatikada gedir də. Bundan sonra həmin faylın tam adı hansıdır? Hansı olacaq? Buradan nəzəriyyəni çıxartdıq, praktikanı gətirdik, informatikanın daxilinə yaratdıq. Praktika. Bu praktikanın da daxilində hara getmiş oldu? Hanı qovluğumun adı? Kitab.doc. Kitab. Hansı variant oldu? C informatika, elə C variantı oldu. 39-a gəldik. Körpü deyəni nə axtardıq? Biri müxtəlif, biri eyni. Biri müxtəlif, biri eyni.
olur Bakı. Bir dənə LAN dərsində bunun da hissəsinə baxaq, daha yaxşı görmüş olaq. Bax, baxın. Burada. Bridge. Müxtəlif, eyni deyəndə körpü, müxtəlif deyəndə router götürməli idi, yəni marşrutlaşdırıcı. Davam edirik 40-dan. Aşağıda göstərilən lent tabının hansı düyməyə aiddir? Və qabağındakı şəkillərdən görsənərdə nöqtələr falan var. Hansı olar? Təbii ki, C variantı. Və hardadır bu? Atırıq Word-ü. Daxil oluruq bura. Keçirikli paragrafda, baxın, bu əmrlər vasitəsilədir. Bunların alt əmrləridir, gördüyünüz kimi. Buradan bağlayaq, davam edək 41-dən. Kitabın elektron versiyasında 192 səhifədən ibarətdir. Mən sizə bunu tam oxuyum buradan. 192 səhifədən ibarətdir. Bu kitabın hər 3 səhifəsindən 1. Hər 3 səhifəsindən 1 deyirsə, deməli 192 3-ə böləcəm. Neçə düşür? 64. Geri qalan səhifəsi də 192-dən 64 çıxacam. 192 çıxılsın 64. O da eləyəcək 128. İndi baxaq. Hər 3 səhifəsindən 1 yaradılmış. 512 vurulsun. 256 yazılıb burada. Ölçü rəng dərinliyi. Rəng dərinliyi də deyəndə biz ədədin özünü götürürdük bitlə. V1-i hesablayaq nədir? 64 tapdıq, 2 üstü 6 səhifə. Vurulsun 5, son 2 vurulsun 2 üstü 9. 256 vurulsun 2 üstü 8. 16 rəng dərinliyi deyir deyək 2 üstü 4 bit. Bunu da bölürəm neçəyə? Bizdən nəticə megabaytla soruşur. Bitdən də megabayta gələndə artıq bilirik ki, 223-ə bölünürük. 15, bu elə 223 eləyir. Buna ixtisar gedəndə qalır 204, yəni 16 megabayt. Bitirmirəm, arxası da var. Qalan səhifələr soruşur. V2 bərabərdir. Hər birinə 4096 simvol var. Amma qalan səhifələr neçə səhifə qalmışdı? 128, yəni 207. 4096 212-yə bərabərdir. Unicode gördümsə 2 bayta vururdum. Burada da megabaytla soruşur deyə 220-yə bölürəm. Amma bu səfər baytdan megabayta keçirəm deyə. Bayaq bitdən keçmişdik, 203 var idi. 19, 20, 20 ilə 20-yə bölünə elə düşür neçə? 1 megabayt. Bizdən ümumi soruşur 16 plus 1, yəni 17 megabayt. Davam edirik 42 ilə. Bizdən ümumi soruşur xananı. Xananı tapanda biz birinci sütunu tapıb, sonra vururduq sətri. Ortasında da V var deyə toplayacağıq. Burada tapdığımdan burada tapdım. A-dan Y-yə qədər. A, B, C, D, Y. 1, 2, 3, 4, 5 dənə. 1-dən 8-ə qədər də 8 çıxılsın 1, üstə gəlsin 1 üstü ilə tapırdıq. Bu çıxılsın 1-dir. Bu da eləyir 8. 5 vurulsun 8, 40. Üstə gəlsin. F-dən H-a qədər. Gələk Excel-də baxaq. Misal üçün. Hansı hərflərimiz gəlir elə. Daha da sizin üçün dəqiq olsun. F, G, H gördüyünüz kimi. Üst sənədir. Yazıram F, G, H. Bu 3. Vurulsun. 2-dən 9-a qədər də 9. Çıxılsın 2. Üstə gəlsin 1. O da eləyir 8. 40. Üstə gəlsin 24. Eləyir 64. Üç ölçülü qrafik proqram vasitələrinə aid deyil. Baxırıq biz kompüter qrafikasına. Üç ölçülərə gəlirik. Gəldik. Baxın, üç ölçülər var burada. Autodesk-dir, Studio Max-dır, Maya-dır, Network-dir, Softimage-dir və s. və ilaxır. İndi sonra gəlirik, qayıdırıq bu suala. Birincisində nə deyir misal üçün? Adobe Photoshop. P hərfi ilə başlayır deyə raster idi. 1, 2 keçdik, 3 keçdik, orada var idi. 4 Softimage orada var idi. Adobe Illustrator bu vektor proqramıdır. CorelDRAW vektordur. CDR-dan AI-də uzantılar. Cavab olur 1, 5, 6. Setup slideshow əmri ilə yerinə yetirilən əməliyyatları müəyyən edin. Yenə açırıq PowerPoint dərsini. PowerPoint-dən gördüyünüz kimi qəşəng suallar düşübdür. Bax, bu yox, sən PowerPoint yox, sən PowerPoint. Buradan gəlirik. Slideshow hissəsinə. Baxın. Setup slideshow hissəsində. Setup slideshow bax buradadır. Siz buranı videonu dayandırıb oxuyarsınız. Mən geri qalanını buradan seçəcəm. Qalsın burada.
Gördüyünüz kimi istəsəz SS eləyərsiniz qapraz. Deyir ki, slaydların gizlədilməsi. Bəli, slaydların gizlədilməsi buradan deyildi. Slide show-un hide slide əmri vasitəsilə idi. Slaydlar arasında keçid vaxtının təyin olunması o animation tabındadır. Üçüncüsü, bir slayddan digərinə avtomatik keçmək üçün daxil edilmiş bir vaxt qrafikindən istifadə. Gedib təkrar qayıdıb oxusanız görəcəksiniz oradaydı. Təqdimat nümayiş tipinin seçilməsi, bəli. Nitq müşahidə ilə səsin yazılması yox, səsi yazmır. Artıq nitqlə müşahidə edir orada. Oxuyun, təkrar görəcəksiniz. Nümayiş olunacaq slaydlar intervalının göstərilməsi, bəli, from to hissəsidir. Gəldi 45-ə, bir deyir ki, bunlar harada yerləşir? Yenə də Word atıram. Gəlin, hətta sizə bir göstərim. Burada daha rahat olsun. Birincisi, baxın, Immersive Reader. Immersive Reader üçün bunu biraz da böyütdüm. Gəldim, bax, gördünüz, Immersive Reader harada oldu? View-da oldu. Deməli, 3-ə getdi. A. Sonra yenə davam edirəm. B-yə gəlirəm. Vertical, elə düz yanbayandılar bu ikisi. Getdi B-yə. B-yə gəlirəm online videos. Keçirəm insert-ə. Baxın, online videos. Haradaymış? Insert-dəymiş. 1-ə gəlir C variantı olur. Keçirəm D-yə. Read aloud. Read aloud-da gəlirəm review-ya. Baxın, read aloud. Hündürdən oxumaq üçündür. Deməli, D getdi bura. Y-də linkləri də əlavə etmək üçün yenə qayıdıram insert-ə. Bax, linklər. Bunu uzatsam, bizdəki əmrlərin sayı artacaq. Link, bookmark, cross-reference. Cross-reference. Bu da oldu Y. Çox üzrə. Bu da oldu Y. Bəli, bu qədər idi. Gördüyünüz kimi suallar həqiqətən rahat düşmüşdü. Ümid edək ki, ikinci şansda da bu cür olar. Hər birinizə uğurlar.